Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullah. Allah ibadət itaatlərinizi qəbul eləsin. Bugün yenə əziz və dəyərli Ustad Mircəfər ağa ilə birlikdə sizin huzurunuzdayıq. Salam aleykum. Selamun aleykum. Siz də salamlayıram, tamaşaçıları da. Aleykum salam. Allah cümləniz olsun. Çox sağ olun. Seyid, sizin təşrifinizlə biz bugündən Tövhid bəhsinə başlamaq istəyirik. Və həqiqətən də bu çox vacib bir məsələdir, çox vacib bir mövzudur. Dinimizin əsasıdır Tövhid. Və Quran-ı Kərim başdan ayağa Tövhiddən bəhs edir. Və dinimizin özü də Tövhid mərkəzlidir. Əslində bütün mövzular Tövhidə qayıdır. Amma bu Tövhid nədir? Nəyə görə bu inanc Tövhid adlanır? Yəni başqa bir sözlə də, başqa bir ifadə ilə də adlandırıla bilərdi. Amma məhz Tövhid, yəni vahid sözü ilə adlandırılır. Buyurun. Bismillahirrahmanirrahim. Təşəkkür edirəm. Mənə dəvət eləmisiniz və təklif əslində mənim təklifim deyil. Təklif izləyicilərdən gəlib. Daha doğrusu möhtərəm alimlərin birindən bu təklif gəlib ki, biz izləyirik və eşitmək istəyirik bu mövzuda. Ki, bizə də müraciət edirlər. İstərdik ki, oradan, belə yerlərdən bu mövzu səslənsin. Siz buyurduğunuz kimi, İslam dini, ümumiyyətlə səmavi dinlər, əhli kitab olan dinlər, kitab əhli olan dinlər, bu dinlərin məhvəri, mərkəzi tövhiddir. Onlara tövhid dini deyilir. Bəzi dinlərdə müxtəlif təhriflərə yol verilsə də, ən azından ad olaraq təkallahlıq tövhid dini adlanır. Və bunu deməklə elə sizin o sualınızın bir hissəsinin cavabı da verildi. Tövhid yəni təkallahlıq. Ərəb dilində tövhid, yəni bir şeyi tək etmək, tək bilmək, tək hesab etmək. Niyə görə tövhid deyilir? Biz mi Allahı təkliyirik? Xeyr, Allah Teala Cəllə Cəlaluhu təkdir. Biz öz vücudumuzda onu tək bilirik, həyatımızda onun təkliyini təsdiq edirik. Buna deyilir tövhid. Vəhdət sözü də o sözdəndir, vahid sözü də o sözdəndir. Bir, tək hesab etmək. İslam dini Allahı tək hesab edən dindir. Bir mömin Allahı tək bilmək üçün mömin olur. Hansı istiqamətlərdə? Bütün istiqamətlərdə. Həm nəzəri istiqamətdə, həm əməli, həyati istiqamətdə, həm batini aləmdə, həm zahiri, xarici aləmdə. Ən azından nəzəri olaraq tövhidi təsdiqləmək, onu qəbul etmək, müsəlmanlığın əsas şərtlərindən həm birincisidir, həm biridir. Və incələnsə, ümumiyyətlə İslam tövhid deməkdir. Ümumiyyətlə bütün İslam tövhid deməkdir. Bütün nəzəri tapşırıqlar, təlimatlar, söhbət İslam təlimatlarına gedir. Və həyati əməli təlimatlar ona görədir ki, insan tövhidi təcəssüm etsin öz həyatında. Yəni, bu elə yaşasın bu şəxs, kənardan baxan desin ki, bax, deməli Allah təkdir. İnsan elə yaşasın ki, yandan baxan desin, deməli Allah təkdir. Deməli, tək Allah bu aləmə hakimdir. Dediyim kimi, ən azından nəzər olaraq, yəni dəlillə, argumentlə, sübutla, təqlidlə yox, dəlillə, fəlsəfi baxımdan, teoloji baxımdan, kəlami baxımdan sübut eləməlidir hər kəs öz səviyyəsində. Ki, Allah təkdir. Ola bilər, indi kimsə filosofdur, fəlsəfi aspektdən Allahın təkliyini sübut etirir. Kimsə mütəkəllimdir, kəlam elmi baxımından sübut etirir. Kimsə avamdır.
O Resulullah sallallahu aleyhi və aleyhi və səlləm sahabələri ilə gedirdi o əhvalatda. Gördülər ki, bir xanımdır, yun əyirir, yun əyirir, cəhrədə yun əyirir. Yun düzəldir, didişdirir, toxuyur, hər nəsə. Resulullah sallallahu aleyhi və aleyhi soruşdu ki, ay ana, sən Allahın varlığını necə sübut etirə bilərsən? O nənə əlini cəhrədən çəkdi. Ərz elədi belə. Soruşdu necə? Dedi, kiçik bir cəhrədir, bir dəzgahdır. Mən əlimi çəksəm dayanır. Məhər bu boyda aləmi fırladan idarə edən yoxdur. Kiçik bir cəhrəni hərəkətə gətirməklə aləmi idarə etməyi sübut etirdi. Özü boyda Resulullah sallallahu aleyhi və aleyhi döndü sahabələrinə buyurdu ki, tövhidi bu xanımdan öyrənin. Ona görə hər kəsin özü boyda sübutu dəli olmalıdır. Əlbəttə, tövhid çox şaxəlidir. Yəni, Quran-ı Kərimdə ayələr ya tövhidlə birbaşa əlaqədardır, ya da tövhidlə sonuzlanan ayələrdir. Quranın bütün ayələri belədir. Təkcə, belə deyək də, məntiqi baxımdan, sübut dəlil baxımından tövhidə dəlalət edən ayələr deyil, bütün ayələr. Bismillahirrahmanirrahim başlayır Quran-ı Kərim. Yəni, bağışlayan və mehriban Allahın adıyla başlayıram. Niyə? Çünki ad onun adı olmalıdır. Aləmin yiyəsi odur. Ondan başqa heç kəsin adıyla başlamaq olmaz. Allahın adıyla başlayıram. O Fars şeirlərində Nizami Gəncəvinin Fars orijinalını mən bilirəm, deyir, ey namə to behtərin sərağaz, bi namə to namə key konəm baz. Ey adı ən yaxşı başlanğıc olan, sənin adın olmadan mən kitabı açmaram, məktubu açmaram. Mümkün deyil. Ya Firdosini səhv eləmişəm, deyir ki, ey həmi həsti zeto peyda şode, xavk zəif əz to təvana şode. Ey bütün varlığı mənbəyi olan ki, zəif torpaq səndən qüdrət sahibidir. Yəni Nizami deyir, Sirlər Xəzinəsində Bismillahirrahmanirrahim, həst kelid-i dərə gəncə həkim. Bismillahirrahmanirrahim, o həkim Allahın xəzinəsinin açarıdır. Başlayanda Quran-ı Kərim artıq tövhidlə başlayır. Elhamdülillahi Rabbil aləmin, tövhid. Həmd sənə məhz Allaha məxsusdur. Hansı Allaha? Bütün aləmlərin, istisnasız bütün aləmlərin Rəbbidir, yiyəsidir. Ər-Rəhmanir-Rəhim, mərhəmətlidir. Maliki yevmiddin, qiyamət gündə sahibi, yeganə sahibi odur. Denə tövhid. İyyəkə nə'budu və iyyəkə nəstəyin. Yalnız sənə ibadət edirik. Və yalnız səndən yardım diləyirik. Yenə tövhid, Allahın təkliyi. Ta indi başqa ayələrə də gedirsən, hamısı Allahın təkliyinə, tövhidinə dəlalət edir. Bu məqəddimə. İndi çox gözəl məqamlara toxundunuz həqiqətən. Deməli, tövhid odur ki, insanın Allahla münasibətində o qədər mərifət sahibi olmasıdır ki, o bütün aləmin, bütün məxluqatın, yaranmışların mənbəyini, xaliqini Allah bilər. Bəli. Və bununla da bilək ki, o yeganə qüvvədir ki, yaradıb. Bəli. O yeganə qüdrətdir ki, bacarıb. Bəli. O yeganə elm sahibidir ki, bu qədər geniş və hədsiz, hüdudsuz. Bəli. Və bunu qəbul edən insan başa düşür ki, onu bu işlərdə onun heç bir şəriki köməyi olmayıb. Bəli. Yəni, tövhidin əslində həqiqət də belədir. Yəni, mömin belə bilməlidir. Bu qanundur, möminliyin qanunu. Amma belə deyil ki, məsələn, hələ bilmirik belədir ya yox, gəlin belə bilək. Yox, həqiqət də belədir. Yəni, hətta bu həqiqəti tam əks etdirmir. Daha dəqiqdir. Bəli. Bizim bildiyimiz qədərdir. Öz səviyyəmizdə qədərdir. Amma Allahın qüdrəti, Allahı o cür dərk etmək, onun həqiqətini anlamaq
təbii ki, o olduğu kimi anlamaq Bəli. qeyri-mümkündür. İndi məsələn İxlas surəsində Məkkə dönəmində Həzrəti Peyğəmbər başladı Allah barəsində danışmağa, Quran nazil Bəli. olmağa başladı və insanlar hamısı maraqlanmağa başladılar. O İxlas surəsinin təfsirində yazıblar ki, həm müşriklər də bu sualı vermişdi, həm yəhudilər də bu sualı vermişdilər, həm xristianlar da bu sualı vermişdilər ki, sənin dinində Allah necə vəsf olunur? Bəli. Dinlərin əsas mövzusu Allahşünaslıq mövzusudur. Da, məsələn, xristianlıqda bir cür vəsf olunur, yəhudilikdə bir cür vəsf olunur, qeyri-səmavi dinlərdə Allah başqa cür vəsf olunur. Hər halda dinlərin birinci sözü Allah barəsindədir. Deyirlər ki, 3 gün vəhiy nazil olmadı və insanlar hamı başladı söhbət eləməyə ki, biz bir sual soruşmuşuq. Amma Peyğəmbər onun cavabını verə bilmir. Axı, Quranın bəzi ayələri o suallar əsasında nazil olurdu. Şənin üzülü var da. Bəli. Sual veriblər ki, sənin dinində Allah necə vəsf olunur? O cavab yoxdur. Bir gün cavab yoxdur, 2 gün cavabdır. Gedirlər, gəlirlər, o buna xəbər verir, bu ona xəbər verir. Beləliklə, bütün şəhər başladı bu mövzudan danışmağa ki, görəsən nə olub da? Əməlli başlı diqqəti cəlb elədi mövzu. Bəli, bəli. Allah Teala sanki bütün insanların nəzərini cəlb elədi. Çünki çox mühüm bir söz demək istəyirdi. İnsanların özü barəsində insanların təsəvvürünü formalaşdırmaq istəyirdi. Ondan sonra bir İxlas surəsi nazil oldu. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. De ki, o Allah birdir. Cavabdan bildir ki, əslində o sözü onun həqiqətindən, zatından xəbər verir. Və bu qeyb, müğayəbdir də, qeyb aləmindədir. O, üçüncü şəxsin təkidir. İndi bu, əslində cavab odur. Cavab, dolğun cavab huvədir. O. Amma indi onu necə vəsf eləyək, necə tanıtdıraq, hansı kəlmələrə onu sığdıraq ki, onu ifadə eləyə bilsin. Ona görə kəlmələrin arasında Allah ifadəsi, Allah kəlməsi müstəcmi cəmi sifat. Onu biraz düzdür, o da məhduddur, o da acizdir. Yəni kəlmələr əslində acizdir. Ona görə Allahın 99 adı, Coşan Kəbirdə 1000 adı, yəni Quran buyurur ki, məhdudiyyət yoxdur. Və ləhul əsmaul husna. Bütün gözəlliklər, gözəl adlar hamısı ona məxsusdur. Amma Allah sözü, Allah lüğəti ona daha uyğundur deyə, ona görə birinci ondan başladı. O kimdir? Allah, yəni o məbud ki, məxluqat onu tanımaqda heyrandır, məxluqat onu tanımaqda valihdir ona, tanıdıqca tanımaq istəyir, tanıdıqca elə görür ki, yox, hələ ona tapınır hamı. Bəli. Və olur onun valihi və olur onun abidi insanlar. O olur məbud. De, o Allah birdir. Odan sonra elə bir ki, məsələn, de, o, yəni Allah birdir. Xəbər əhədun da, birdir. Və görürsünüz, birinci olaraq Allah Teala tövhid gəldi. Birdir. Çünki insanların problemi çox vaxt xaliqiyyətlə bağlı deyildi. Yəni, hamı qəbul edirdi ki, kimsə yaradıb. Yaradıb da, yaradan var. Yaranmışıq. Və Allahın varlığı da mübahisə mövzusu deyildi. Bəli. Əslində mübahisə mövzusu Allahın təkliyi idi. Problem bunda idi ki, şəriki var ya yox. Ərəblər, ümumiyyətlə, bütpərəstlər deyir ki, Allah var, Allah yeri göğü yaradandır. Amma idarəçiliyi tapşırıb bu bütlərə. Rububiyyətdə Rəbliyi tapşırıb bu bütlərə. Ona Rəbbul aləmin Quran-ı Kərimdə çox işlənir. Aləmlərin Rəbbi, yəni tərbiyəçisi, onları hədəfinə çatdıran. Yəsi, sahibi. Allahdır. O birdir. Allahu Samad. O ehtiyacsızdır. Ləm yəlid, doğmayıb, və ləm yulad və doğulmamışdır. Bu həm onun paklığına dəlalət edir, həm də onun qeyri-məhdud olmasına, həm də onun əzəliliyinə, əbədiliyinə dəlalət edir. Və ləm yəkulləhu kufuvan ahad və heç kəsdə onun bənzəri ola bilməz. Bax, bu 4 cümlə
təvhid barəsində, Allah barəsində ən dolğun bir ideologiyanı, inancı formalaşdırır. Və ondan sonra insan özdə hamı maraqlanırdı, görəsən nə deyəcək. O mərhələdən sonra bu İxlas surəsinin nazil olması insanlara baş saldı ki, Allah kimdir? Necədir? Onun zatı necədir? Onun kimliyi necədir? Və Qurani-Kərim həqiqətən hələ ən kiçik surələrdən biridir. 4 cümlədən ibarət. Gör necə vəsf edir onu. Tövhid surəsi adlanır da həm də. Həm İxlas surəsi adlanır. Yəni Allahı xaliscəsinə qəbul etmək yenə tövhidə qayıdır. Bu xalislik mənası budur ki, başqa şərik qoşmursan. Nə riya eləmirsən, nə şərik qoşmursan. Yenə tövhidə qayıdır. Bir adı da tövhiddir, yenə tövhidə qayıdır. Alimlər buyururlar, müfəssir, təfsir alimləri, İxlas surəsi, həmin o oxuduğunuz surə Allah Taala'nın pasportudur. Bəli. Yəni onun kimliyini türklərdə də ayaqdır, kimlik deyilir. Bəli. Bizdə şəxsiyyət vəsiqəsi deyilir, Ruslarda pasport. Türklərdə kimlik deyilir, kimliyinizi görəyim. Allahın kimliyidir bu surə. Və niyə görə kimlik adlanır? Surənin quruluşu həm çox dəqiq fəlsəfi, irfani mövzuları əhatə edir ki, İmam Zeynul Abidin Əssalam buyurur, İxlas surəsi, bir də Hədid surəsinin ilk ayələri gələcəkdə daha güclü tədqiqatçı alimlər üçün göndərilib, xəvas üçün göndərilib. Yəni, indi çətin bunu başa düşəsiniz. Məşhur hədis soruşurlar adam ki, nəyə görə İxlas surəsini alır? Ki, Allah Teala bilirdi ki, axır zamanda çox ağıllı insanlar dünyaya gələcək. Müdrik insan. Onlar üçün deyir onu göndərir. Bu da Allah Teala'nın 14 əsr əvvəldən bizə salamıdır da, bizə göndərib. Təbii ki, Allah Teala həmişə, biz Quranı həmişə oxuyuruqsa, həmişə Allah bizimlə söhbət eləyir. Təsadüfi deyil ki, müstəhəbdir. Yə əyyuhəllədinə əmənu ifadəsini oxuyanda deyəsən ləbbeyk. Ey iman gətirənlər deyəsən bəli, buradayım, yəni mənə deyir indi. Tövhid surəsi bu quruluşu ilə həm Yəhudi dinindəki problemlərə cavab verir, tövhid problemlərinə, həm Məsihi dinindəki problemlərə cavab verir. Bilirik ki, Məsihilər Həzrəti İsa əla nəbiyyinə və aleyhi və aleyhi salamullahı Allahın oğlu, Tanrının oğlu hesab edirlər. Və Yəhudilər də Üzeyr əleyhissalamı əla nəbiyyinə və aleyhi və salamullahı Tanrının oğlu hesab edirlər. Və qalətil nəsara Məsih ibnullah və qalətil yəhud Uzeyrun ibnullah. Məsihlər deyirlər İsa ibn Məryəm Allahın oğlu, Tanrının oğludur. Yəhudilər deyirlər Üzeyr Tanrının oğludur. Amma hacı o ayədə, o inancda, məsələn, deyil, indiki Yəhudilərin içərisində elə bir inancı qalmır. Bir qolundaydı, onu istəyirdim demələ. Bir qolundaydı, amma maraqlı budur ki, Qurani-Kərim bu iddianı eləyəndə onların heç biri etiraz eləməyib buna. Bəli. Yəhudilərin heç biri, deməli, o vaxtı var idi bu ideologiya. Var idi və indi davamında görəcəyik ki, başqa dildə də Yəhudilərə cavab verib. Həm bir tərəfdən Məsihilərə və Yəhudilərin qoluna cavab verir. Deyir, ləmiyəlidir. Doğmayıb. Yəni Allahdan doğmayıb, yəni törəməyib. Burada qadın kişi söhbət getmir. Hətta laf belə tutaq ki, belə deyib, maddələrin bir-birindən törəməsi kimi, ya mənəvi aləmdə nəyinsə nədənsə törəməsi, heç bir formatda törəməsi yoxdur. Niyə? Çünki tərkibi yoxdur ki, parçalansın. Tərkib odur ki, yəni mən buna ehtiyacım var da, məsələn. Tərkibi olsa, suyun tərkibi oksigen olmasa su olmaz. Yəni su özü-özlüyündə ehtiyaclıdır həm oksigenə, həm də hidrogen. Allah Teala'ya bəsitul həqiqə deyilir. Yəni onun həqiqəti, mahiyyəti ki yoxdur. Mahiyyət başqa anlam. Ən bəsit, yəni elə bəsit ki, nə əqli müstəvidə, nə fiziki müstəvidə, nə təxəyyül müstəvisində, nə təsəvvür müstəvisində heç bir parametrlə mürəkkəblik qəbul etmir. Yəni, hətta şərti olaraq da o mürəkkəb qəbul etmək olmaz. Belə bir varlıq törəməsi mümkün, absurddur.
Digər tərəfdən də Allahu Səməd ehtiyacı yoxdur törəməyə. Hər şeydən ehtiyacsızdır. Vələm yulad. Yəni bu tərəfdən də siz deyirsiniz İsa əleyhissalam Tanrının oğludur və Tanrıdır. Bu da düzgün deyil. Tanrı ola bilməz. Çünki Tanrı törəmir. Bəli. Nəsər olur ki, Tanrı nə törəyir, nə törənir. Heç biri yoxdur. Törənmir. Vələm yəkulləhu kufuven əhəd. Bu da bir növ Yəhudi kitablarındakı bəzi mövhum, cəfəng mövzulara cavab idi ki, onlar deyirdilər, Yaqub əleyhissalam getdi, Tanrı ilə güləşdi, Tanrını yıxdı yerə, Tanrı yalvardı ki, mənim bəndələrim məni gözləyir və indi mən bunu dedikcə, yəqin dinləyicilər də, izləyicilər də, siz də zehninizdə bu gedir ki, da belə də yazmazlar. Təəssüf ki, belə də yazıblar. Belə də yazıblar. Tövratı orada oxumuşam. Yəni onların tövhidində bu var. Ki, Tanrı ilə bir peyğəmbər döyüşür. Hətta o gizlədir özünü. Yaqub peyğəmbər deyir ki, sən dedəsən kimsən falan. O demir, axırda deyir ki, bəs səndən kimsə soruşsa ki, Allahı görmüsən, deyərsən ki, hə. Hətta bəzi rəvayətlərə görə İsrail ki, Yaqub əleyhissalam ləqəbçidir, yəni Tanrıya qalib gələn. Bir mənası deyirlər, nurlu demək, bir mənası Tanrıya qalib gələn demək. Tövhid surəsi bunların hamısına cavab verir və məcusilərə də cavab verir. Ateşpərəstlər ki, deyirdilər, aləmi iki tanrı idarə edir, xeyir və şər tanrısı, Ohuramuzda, bir də Əhrimən. Onlara da cavab verir. Tövhid surəsində çox maraqlı şeylər var. İndi siz məndən də yaxşı bilirsiniz ki, qrammatika baxımından əhədun ifadəsi bizim dilimizdəki bir növ heç kəs ifadəsinə bənzəyir. Heç bir kəs. Və bu ifadə müsbət cümlədə işlədilmir. Məsələn, ərəblər demirlər ki, heç bir kəs gəldi. Cəə əhədun, bir nəfər, heç bir kəs gəldi. Bunu yalnız mənfi cümlədir. Ma cəəni əhədun. Heç bir kəs mənim yanıma gəlməyib. Allah Teala Quran-ı Kərimdə bunu özü üçün işlədir. Yəni, o müstəsna deyilən o varlıq ki var, heç bir kəs, tək və tək, o Allahdır. Qul huvəllahu əhəd. Yəni, artıq onun ikincisi təsəvvür olunmur. Ədədi bir deyil. Mütləq anlamda birdir. Törənən bir deyil, bəli. Mütləq anlamda birdir. Allahu Səməd, Allah ehtiyatsızdır. Əslində Səməd də Əllamə buyurur ki, əhədlə eyni mənanı daşıyır. Yəni o varlıq mütləq ehtiyatsızdır ki, o varlığın heç bir tayı bərabər olmaz. Heç bir parametrdir. Elə bu da əhədun deməkdir. Davamında onun izahını da verir. Ehtiyacı yoxdur, doğulmur. Ehtiyacı yoxdur, doğulmur. Ehtiyacı yoxdur, heç bir kəs tay deyil. Heç kəs, yəni, nə şəriki ehtiyacı var, nə yardıma ehtiyacı var, nə ikiliyi qəbul etməyə ehtiyacı var, nə məkan baxımından ehtiyacı var, nə zaman, yəni, elə bir istiqamət, elə bir parametr, elə bir meyar yoxdur ki, o baxımdan deyəsən ki, Allahın ehtiyacı var və ya Allah ikiliyi qəbul edir və s. və ilə axır. Ona görə İxlas surəsi Allah Teala'nın kimliyi adlanır Quran-ı Kərimdə. Və bu İxlas surəsini təfsir edən başqa ayələr var. Ümumiyyətlə, bir dənə söz deyim. Ərəb, İslam elmlərində belə bir, İslam məntiqində belə bir ifadə var. Deyir, tu'raful əşya'u bi əddadiha. Varlıqlar öz zidləri ilə tanınırlar, əksləri ilə. Yəni, biz tövhidi dəqiq başa düşmək üçün şirki dəqiq başa düşməliyik. Necə ki, ədaləti anlamaq üçün zülmü başa düşməliyik. Zülmdən ədalətin nə olduğunu biz... Bəli. Nə zülm deyil, onlar ədalət. Şirki biz yaxşı incələsək, onda tövhidi nə demək olduğunu başa düşərik ki, səhv eləməsəm İmam Baqir əleyhissalam buyurur, Əməvilər tövhidi cəmaata başa salırdılar, amma şirki başa salmırdılar. Ki, xalq bilməsin harda şirkə uğrayıram, harda uğramıram.
Və onun nəticəsində sonra bir sıra mənfi əqidələr yarandı da. Yəni şirki başa düşməyənlər başladılar tövhidi izah etməyə. Şirki anlamaq üçün də indi biz baxmalıyıq ki, biz hansı müstəvidə bəhs edirik? Quran-Kərim müstəvisində, ya Quran və hədis müstəvisində, ya hədis müstəvisində. Hər şeydən öncə bu deyilməlidir. Tövhid üsuli dinləndir, dinin əsaslarındandır. Dinin əsaslarında təqlidə icazə verilmir. Yəni, biz İxlas surəsini ona görə dəyərləndirdik ki, artıq müsəlmanıq, artıq tövhidi özümüz üçün sübut edirmişik. Amma bir nəfər yenicə İslamı qəbul etmək istəyən adama adam gəlib sual versə ki, bəs Allahı necə sübut edə bilərsən, Allahın təkliyini necə sübut edə bilərsən, biz deyə bilmərik İxlas surəsi. Çünki biz əvvəlcə gərək bu daxili sübutdur, bəli. Biz əvvəlcə gərək Allah Taala'nı sübut edək. 1. Sonra onun Quran göndərdiyini sübut edək. 2. Sonra Qurandan əsas gətirək ki, bax, sübut etdiyimiz o Allah və onun göndərdiyi Quranda bu deyilib. Bu adam elə Allahı qəbul etmir. Biz öncə gərək Allah Taala'nın varlığını və vəhdətini ona sübut edək, təkliyini. Ondan sonra Quran-Kərimə müraciət etməliyik. Burada bir neçə məsələ sıralama ilə məncə qeyd olunmalıdır. Biz nələri öyrənməliyik tövhid barəsində? 1. Şirki bilməliyik. Bu şirki bilməliyik məsələsində Samir mənim bir məsələ var. Çox böyük bir söz dedi gözəl ustadlardan biri. Dedi ki, şirkdə yanlışlığa yol verən insanlar, bəzi təriqətlər ki var, bunların əsas problemi budur ki, şirkin tərifində şirkə düşürlər. Yəni, iddia edirlər ki, bizdən başqa hamısı müşrikdir, tövhidi biz başa düşürük. Onlara sual verəndə şirk nədir, tövhid nədir? Görürük ki, orada öz nəzəriyyələrini Allaha şərik qoşublar. Yəni, belə deyək, şirkin tərifini Allah deməlidir, ya bəndə deməlidir. Tövhidin tərifini Allah deməlidir, ya bəndə deməlidir. Burada artıq yanlışlığa yol verirlər, azğınlığa uğrayırlar. Deyirlər ki, şirkin tərifi məhz biz deyəndir. Bu barədə mübahisə eləmək olmaz, arqument gətirmək olmaz. Bizim əleyhimizə biz nə deyiriksə odur və ona görə də biz deyirik, məsələn, siz müşriksiniz. Bu artıq özü şirkdir. Yəni, şirkin tərifində şirkə yol verməkdir. Biz baxmalıyıq ki, Allah Taala'nın onun göndərdiyi peyğəmbərlərin, imamların şirkin tərifi barəsində dedikləri nədir? Bu bir məsələ. Növbəti məsələ, biz verilişdən qabaq danışdıq, siz də gözəl qeyd elədiniz onu. Həm Quran-ı Kərimdə, həm digər səmavi dinlərdə söhbət İslam, Yəhudilik və Məsihlikdən gedir. Bəzi indi alimlər var, təhrif olunmamış məcusiliyi də ilahi dinlərə əlavə edilir. Deyirlər ki, onların da Avesta kitabı var, o da təhrif edilir. Yəni, əslində ilahi kitab imiş. İndi o mübahisə predmetidir. Bütün bu dinlərdə əsas etibarilə Allahın təkliyindən söz açılır. Yəni, Allahın varlığının sübutu çox daha aktual deyil. Və Quran-Kərimdə Fatir surəsində Allah Taala bunu bir ritorik sual kimi bildirir, buyurur. Əfillahi şəkkun fatiris səmavati vəl-ərd. Göyləri və yeri yaradan Allahda şəkmi var, şübhəmi var ki, biz onu açıqlayaq, izah edək. Ya. Bunun bir də irfani mənasını İmam Hüseyin Aleyhisselam səhv eləməsə Ərəfə duasında ya hansısa duada deyir ki, İlahi, sən haçan qaib olmuşsan ki, dəlilə ehtiyacın olsun. Yəni, səni sübut eləmək üçün dəlilə ehtiyacın olsun. Sən haçan gizlin olmuşsan ki, səni aşkar eləmək üçün dəlilə ehtiyac olsun. Səni görməyən göz kördür. Səni görməyən göz kördür. Yəni, Allah Taala'nın varlığına çox toxunulmur. Toxunulur. Məsələn, Tur surəsində inşallah gələcək bəhslərimizdə Allah qismət eləsə, toxunarıq o mövzulara. Məntiqi dəlillər də göstərilir və elə dəlillər göstərilir ki, onun nəticəsi bizim İslam fəlsəfəsində Burhan-ı Siddiqin adıyla qeyd olunur da, Burhan-ı Siddiqin formatında Siddiqlərin arqumenti.
Elə göstərilir ki, insana elə suallar verir ki, onun cavabını ya verib tövhid əhli olmalısan, ya da cavabdan qaçmalısan. Üçüncü yol qalmır. Bəlkə də yeri gəlib qeyd edeyim onu. Tur surəsi səhv eləmirəmsə 35-36-cı ayələrdir. Buyurur ki: "Əm xuliqu min gayri şeyin. Əm humul xaliqun." Buyurur, bəndələrə, bu müşriklərə, tövhidi qəbul edəm, İslamı, yəni Allahı qəbul eləməyənlərə, ateistlərə filan iki sualım var. Bir, səbəbsizmi yaranmısınız? Yaradansız mı yaranmısınız? Yəni yox idiniz, sonra birdən-birə heç bir səbəb olmadan var oldunuz. Yəni aləm yox idi. Yoxluqdan başqa heç nə yox idi. Yəni boşluq da yox idi. O böyük partlayışı yaradan qazlar da yox idi. Qaz topaları da yox idi. Ümumiyyətlə səma da yox idi. Yəni varlıq kimi təsəvvür edilən heç nə yox idi və birdən özü də yox idi, amma birdən var oldu. Bunu mu qəbul edirsiniz? Əm humul xaliqun, yoxsa özünüz yaratmısınız? Bu suala cavab verməlidir insan. Ya deməlisən ki, bir, heç nə yox idi və bu heç nə yox idi, diqqət eləməli lazımdır. Bəzilərində deyəndə ki, heç nə yox idi, hə də böyük bir boşluq idi. Orada elə saxla, qardaş. Orada saxla. Hardan deyirsən bunu? O böyük bir boşluq, yoxluq, yəni o da yox idi. Qaranlıq da yox idi. Biz deyirik ki, təsəvvürümüz, fərzimiz budur ki, heç nə yox idi. Yoxluq adlı bir varlıq yoxdur. Biz ad qoymuşuq. Hacı, həm də bir dənə də söz deyim. İndi düzdür, bir elmi araşdırmalarda deyilir ki, qazlar yığılmışdı falan. Bəli. Bu özü bir ehtimal deyil. Bəli, ehtimal. Bu sırf iddiadan başqa bir şey. Düzdür, məsələn, Qurani-Kərim də ona bənzərini deyir. Duxan surəsi var. O heç, yəni o Qurandır, o Quranı biz qəbul edirik. Bəli. Amma sən hansı elmi araşdırma ilə nəticəyə gəlmisən ki, milyard il bundan əvvəl, nə bilim, qazlar yığılmışdı, birdən-birə partlayış oldu falan. Bu bir iddiadan başqa, yəni bunun sübutu yoxdur, təcrübi baxımdan. Hətta biz ondan irəli gedirik Samir müəllim. Deyirik, siz ki, deyirsiniz, qazlar yığılmışdı. Bu qaz varlıqdır ya yox? Bəli. Bizim fərzimiz budur. Allah sual verir ki, əm xuliqu min gayri şeyin. Heç bir yaradansız mı yaranmısınız? Yəni, heç nə yox idi. Qeyd eləyim, yoxluq adlı bir material yoxdur. Biz sadəcə şərti olaraq ad qoymuşuq, yoxluq. Yəni, belə deyil ki, bir varlığı var, bir dənə də yoxluq adlı bir şey var o tərəfdə. Yoxluq, yəni yoxdur. Yoxluq, yəni yoxdur. Bəzilər astronomik elmlər əsasında deyir ki, yoxluq o qara dəlik var, planetlər hamısı gedir. Ay qardaş, başıma dönüm. Beynini fəlsəfi baxımdan qidalandır. Yoxluq, yəni heç nə yoxdur. Mütləq anlamda heç nə. Bunu deyəndən sonra yenə bəzilər deyir ki, təsəvvür elə, aləm, kainatdır, heç nə yoxdur. Yenə səhv eləyirsən. Kainatsan var artıq, yoxdur, heç nə yoxdur. Deyir, yox, heç nə olmasa da müsbətlə mənfi başıva dönümü, heç nə yoxdur, müsbət, mənfi, heç nə yoxdur. Heç nə yoxdursa, o olmayandan ilk əmələ gələn nədir və necə mümkündür əmələ gəlsin? Allah bunu deyir, əm xuliqu, yoxsa yaranmışlar min gayri şeyin, min gayri səbəbin. Heç bir səbəbsiz mi yaranmışlar? Bunu kim qəbul edir? Heç nə yox idi, sonra hər şey var oldu və ya bir şey var oldu, sonra başladı törəməyə. Nədən var oldu? Filan şeydən filan şey deyə bilməzsən, axı fərzin budur ki, sənin heç nə yox idi. Yoxluq adlı bir qüvvə yoxdur ki, deyəsən, bəziləri hətta gəlirlər, harada saşırlar. Deyirlər, antimateriya adlı bir şey var, maddənin əksi, ziddi.
Bu yoxluqdur. Ay, yoxluq deyil o. Maddə olmayan bir enerjidir. Biz danışırıq sırf yoxluqdan. Bunu mən niyə təkrar edirəm? Çünki adətən zehinlər, beyinlər tuta bilmir o incəliyi. Yoxluq deyən kimi qara boşluq fikirləşirlər. Nə ağ boşluq, nə qara boşluq, heç nə yox idi. Ondan hansı ağıl qəbul edər ki, heç nə yox idi, sonra nəsə var oldu. Bu necə mümkündür? Bu boyda varlıq dünyası var. Yenə də otağı kilitdə çıx otaqdan 15 dəqiqə sonra görəndə ki, otaqda sənin otağa qoymadığın bir şey var, dərhal başlayırsan ev əhlindən soruşma. Onu kim qoyub ora? Heç kim yoxluqdan əmələ gəlib. Uşaq desə ki, bunu mən eləməmişəm və uşaqdan da başqa heç kəsdə açar yoxdur, ata onun gözünü çıxardar ki, sən necə eləməmişsən? Bu mümkün deyil axı, sən eləmişsən. Sən eləməmişsən, mən eləməmişəm. Bəs kim elədi? Cinlər elədi. Hökmən nə axtarır? O fail axtarır, səbəb axtarır. Hələ hər şey var ha, 1000 dənə amil ola bilər bir şeyin var olması üçün. Amma yenə qəbul eləmir. İndi bir-birindən borc istədi, desin ki, mənə 1 milyon pul ver. O deyir, yoxdur. Deyir, olsun da, yoxdur. Sən yoxluqdan mənə 1 milyon pul ver. Gülüncdür. Amma burada ümumiyyətlə fərz edir ki, əvvəl, yəni elə əvvəl ki, heç nə yox idi. Heç nə, qətiyyən heç nə yox idi. Kim qəbul edir ki, birdən-birə varlıq əmələ gəldi? Anormal ağıllılar qəbul edirlər, amma normal ağıllı olanlar qəbul eləmirlər. İkinci, əmhumul xaliqun. Yoxsa siz dayaz düşünərək fikirləşirsiniz ki, özümüz mü yaratmışam? Yəni, məsələn, 1975-ci ildə mən yox idim, sonra 1976-cı ildə özümü yaratdım. Özün yox idinsə, özünü necə yaratdın? Sənin özünü yaratmağın üçün öncə özün var olmalısan. Özün var olmasan özünü yarada bilməzsən, özünü yaratmasan özün var ola bilməzsən. Necə mümkündür? Yenə yer yoxluğa çıxır. İki sualla Allah Teala insanın zehnini şəffaflaşdırır ki, sən nə düşünürsən? Tutalım, sən desin, mən ateistəm, yaxşı. Nə fikirləşsən, necə əmələ gəldi varlıq? Nə fikirləşirsən? Desən ki, elə, nə bilim, maddədən, hüceyrədən əmələ gəldi, Samir müəllim, orada o qədər söhbətimiz var bizim. O qədər söhbətimiz var. Ümumiyyətlə, maddə hardadır? Kim maddəni göstərə bilər? Materiyanı kim göstərə bilər? İnsanlar sizə ya uzunluq göstərə bilərlər, ya en, ya dərinlik, ya həcm, ya rəng. Heç kəs materiyanı göstərə bilməz. Materiya sadəcə bir addır qoyulub. Hətta o materiyanın özü də sabit deyil, enerjiyə çevrilir. Əgər bu materiyanın özü özündəndirsə, niyə enerjiyə çevrilir? Bunun zatı niyə dəyişir? Enerjidirsə, zatı niyə materiyaya çevrilir? Yox, müştərək bir ad qoymusunuz, adı nəyə qoymusunuz? O dediyiniz ad var, materiya. O, deyirsiniz, axı, gözlə görünməyəni qəbul etmək olmaz. O, haradadır, onu kim görüb? Onu kim görüb ümumiyyətlə? Bu bir. İkinci məsələ, siz ki deyirsiniz, məsələn, ən xırda, nə bilim, atomdan filan yarandı. Hələ qoyuruq bir kənara ki, o atomu kim yaratdı filan. Sual, o atom özü var olmaqda başqa şeyə möhtacdır ya yox? İqlimə mi deyim, hərəkətə mi deyim, mühərrikə mi deyim və s. və ilaxır. Onu kim hərəkətə gətirdi? Onu, məsələn, cazibə dafiə qüvvəsi. Cazibə dafiə qüvvəsini kim hərəkətə gətirdi? Məyər cisimlər olmasa cazibə dafiə qüvvəsi olur bir-birinə? Yəni, hayana fırlatsalar, yaradanı qəbul etməkdən başqa çarə yoxdur. Sadəcə dərinliyə getmək istəmirlər. Niyə başım ağrıdım? Elə deyirəm, Allah yoxdur, həll olur da mənim üçün. O təxəyyüllə, o xülya ilə yaşayıram özüm üçün. Şükür Allah, dünyada da elə hegemonlar var ki, mənə kimlərə dəstək verirlər. Denən Allah yoxdur, denən Tanrı yoxdur. Və mən də rahat deyirəm, az adam istədiyim edir. Amma insanın vicdanı, məntiqi sakit durmur. Adam öz-özünə sual verir. Yox olan şey sonra necə var ola bilər? Özü var olmaqda möhtac olan şey, zamana möhtac, məkana möhtac, iqlimə möhtac, başqa səbəblərə möhtac olan varlıq necə başqasını var eləyə bilər?
Bu elə Quran-Kərimin o Tur surəsindən bir kiçik ayədən çıxan məntiqi nəticədir Allahın varlığı üçün. Ki sonra tövhid məsələləri gəlir. Yəni deməli, hələ biz məsələn bir dini qəbul eləməyən, məsələn də hər hansı bir şəxslə ya qeyri-müsəlmanla söhbət eləyəndə birinci Allahın varlığından danışmalıyıq. Allahın Qeyri-müsəlman ateistlə. olsun ateist. Çünki qeyri-müsəlmanlar Allah qəbul eləyirlər. Məsələn, əhli kitab qəbul eləyir. Bəli. Ateistlərlə danışanda olsun bəli. ateistlə. Yaxı məsələn də Quranı qəbul edilməyən biri ilə məsələn mən də Quranla arqument məsələn də gətirmirəm və yaxud gətirə də bilərim başqa mövzularda. Hər halda birinci Allahın varlığından danışmalıyıq. O da ki, başlayır sizin bu qeyd etdiyiniz, sadaladığınız məsələlər. Yəni Quranda belə ayə var, amma ayənin biz əmrindən, tapşırığından sübut etmirik. Ayə sübutu qoyub ortalığa. Bəli. Argumenti qoyub ortalığa. Bəli. Ayə arqument qoyur ortaya ki, yəni bunun barəsində siz düşüncələrinizi deyin. Görün hələ bu necə oldu, bu yaranış başlandı, başlanğıc hardan gəldi. Və bununla da deməli, əslində insanın zehnində əvvəlcədən bəzi müqəddimələr, bəzi anlayışlar var. Bəli. Məsələn, doğru nədir, yalan nədir? Bəli. Aksiomalar, bəli, zidlərin cəm olmaması, birləşməməsi. Bəli. Yəni bir nəfər qəbul etsə ki, zidlər birləşir, yəni bu sözün özünü desə ki, mən qəbul edirəm, zidlər birləşir. Madəm qəbul edirsən, bunun mənası budur ki, zidlər həm birləşir, həm birləşmir. Çünki özün dedin ki, zidlər birləşir. Sənin sözün budur ki, zidlər birləşir. Sənin sözünün ziddi budur ki, zidlər birləşmir. Sən desən, zidlər birləşir. Yenə heç nə sübut eləyə bilmir. Heçsindən daş üstə qalmaz. Deməli, bəzi şeylər insana aydın, kitab gəlməsə də, Peyğəmbər gəlməsə də, bəzi şeylər... Ümumi məntiq var da. Ümumi məntiq, ümumi anlayışlar, insan yaxşı nədir, pis nədir, doğru nədir, yalan nədir və s. və yaxud zidlərin birləşməməsi. Və əslində bu bir nemətdir ki, biz bununla Allahın varlığına doğru gedə bilirik. Allahın varlığını sübut edə bilirik. Yəni ona görədir ki, təqlid yoxdur. Yəni sənin ağlınla, səndə olan o anlayışlarla sən haqqı tapa bilərsən, doğrunu tapa bilərsən, Allahı tapa bilərsən. Yəni buna görə müctəhid olmaq lazım deyil. Lazım deyil, ehtiyac yoxdur heç ona. Və yaxud heç sən hər hansı birinin dediyi ilə özün araşdırmadan, filan kəs deyir Allah var, mən də qəbul edirəm, Allah var. Bu ki, tövhid deyil, bu ki, din deyil, bu heç qəbul da deyil. Və Quran-Kərim bütpərəstləri buna görə məzəmmət edir ki, deyirsiniz ki, atamız bütpərəst idi, mən də bütpərəstəm. Atadan təqlid olmaz, dini belə qəbul eləməzlər. İndi ondan bu deməli, məntiqlə insan yola çıxsa, gəlir, çatır o yerə ki, bəli, məni Allah yaradıb. Bəli. Və Allah səbəbsiz, dəstəksiz, öz qüdrəti ilə, elmi ilə bütün kainatı yoxdan var eləyir. Bəli. Varlığın mənbəyi qayıdır Allaha. Bəli. Yoxsa özü-özünə qeyri-mümkündür. Bunu ki, qəbul etdim, gəlirəm yavaş-yavaş ki, Allah məndən nə istəyir? İdeologiyaya çıxıram. Mən niyə yaradı var? O ki, mən bu əsərləri görürəm, bu kainatı görürəm ki, çox ağıllıdır bunu yaradan, çox qüdrətlidir, dəqiqdir, geniş rəhmət sahibidir, səxavət sahibidir və s. Onun xüsusiyyətlərini mən kainatdan oxuya bilirəm. Yaxşı, məni də yaradıb, mən də hiss eləyirəm, mən də ləzzət alıram, ağrı çəkirəm, zövq alıram. Yaxşı, məndən nə istəyib? Mən niyə belə yaradıb? Bir. İkincisi, məndən nə istəyib? Yavaş-yavaş biz gəlirik dinə doğru əslində. Bu suallar insanı gətirir, dinə çıxardır, Qurana çıxardır və düzgün yaşamağa çıxardır ki, bəli, mən bu dünyada nə etməliyəm, nəyi bilməliyəm, nəyi bilməməliyəm, nə etməliyəm, nə etməməliyəm. O hikmətin tərifində də, hikmətin bir tərifi də budur da, hikmət iki yerə bölünür də, nəzəri və əməli hikmət. Nəzəri hikmətdə, məsələn, bir loru dildə deyirlər ki, nəyi bilməlisən, nəyi bilməməlisən. Nə var, nə yox, daha doğrusu. Nə var, nə yox. Allah var, dünya var, insan var, qiyamət var, mələk var və s. Bu varlıq aləmi ilə tanış oluram.
Bunu biləndən sonra hə, Allah var, məni də yaratdı. Yaxşı, Keçir əməli hikmətə. keçirək əməli hikmətə. Nə etməli, Nə etməli, nə etməməliyəm. Məndən nə istəyib Allah? Və gəlirik artıq biz peyğəmbərlik mövzusuna, Bəli. gəlirik Quran-ı Kərimə, Allahın kitablarına. Ki bizdən bir şey tələb edirsə, tələbini göndərməlidir, bildirməlidir bizə. Ona görə peyğəmbər göndərir, ona görə kitab göndərir. İndi əgər peyğəmbər göndərməsəydi, kitab göndərməsəydi və bir tərəfdən də istəyir ki, biz böyük bir kamillik zirvəsinə çataq, onda maneələr də çox, həm nəfsimiz var, həm şeytan var. Maneələrimiz, düşmənlərimiz çox. Bir tərəfdən də Allah Taala bizi zirvələrə qaldırmaq istəyir, amma heç bir kömək də göndərmir, yol göstərmir. Ömür də gedir. Ömür də gedir, çatmır. Bələdçimiz də yox. Yaxşı biz nə edəcəkdik? Nətər onda belə ki, Allah öz məqsədini özü pozub, nəzə qərəz eləyib. Özü pozub öz məqsədini. Və bir tərəfdən tələb edirsən ki, ora gəlməlisən, yüksək zirvəyə, kamilliyə. Bir tərəfdən də maneələr var, düşmənlər var, şeytan var, nəfs var. Digər tərəfdən də kömək göndərmirsən. Deməli, Allah mənə kömək göndərməlidir. Mənim əlimdən tutmalıdır. Mənə yol göstərməlidir. Əgər hikmətlidirsə, məni hikmətinə əsasən yaradıbsa, deməli boş yaratmayıb. Boş yaratmayıbsa, deməli nəsə eləməyimi istəyir. Bildirməsən tələblərini, mən hardan bilim nəsə istəyir məndən. Amma biz bilmədik vaxt nə vaxt tutardı. O qədər şirin danışdınız ki, mən istəmirdim sizin sözünüzü bölün. Çox gözəl nöqtələrə toxundunuz. İnşallah gələn söhbətlərimizdə elə bu mövzunu yenə də davam etdirəcəyik Allahın izni ilə. Teşekkür edirəm. Çox sağ olun, Allah var olsun. Sağ olun.